Belə yağışlı havalarda qəzalar da qaçılmaz olur. Məsələn, şəhər mərkəzində Rəşid Behbudov küçəsində 14 nömrəli marşrut xəttində olan avtobusla mini avtomobil toqquşub və gördüyümüz kimi avtomobil yarası alıb düşüb. Mən dayanmışdım qırmızıda. Qırmızıda dayanmışdım, gözləyirdim svetoforun yaşıl işığını. Svetoforun yaşıl işığı yandı. Mən tərpənim deyəndə o da oradan belə gəldi, qırmızıdan keçdi. Deyir ki, kondisioneri düzəldirdim, baxmadım ki, qırmızıdan keçdim. Keçdi qırmızıdan mənim qabağıma. Avtobusda vardı mı sənin içində? Əlbəttə var. Xəsarət alan olmadı? Yox, yox.